Məlum olduğu kimi, ali təhsil müəssisələri tələbələri nəzəri biliklərlə təmin edir. Bu, nəzəri bilikləri praktiki bacarıqlarla möhkəmləndirmək üçün dünyada bir neçə modellər mövcuddur. Həmin modellərdən biri sənayenin ali təhsil müəssisəsinə gətirilməsidir. Biz də məhz bu modeli istifadə edərək IT Skills Sprint layihəsini başladıq. Layihənin 4 istiqaməti mövcuddur. Bu istiqamətlər kiber təhlükəsizlik və süni intellekt, data və süni intellekt, DevOps və süni intellekt və Web Development və süni intellekt. Süni intellektin bütün sahələrdə olan tətbiqi tələbələrə həm nəzəri biliklər öyrətməklə praktiki bacarıqlarını da inkişaf etdirəcəkdir. Bu layihənin kurikulumu İspaniyanın aparıcı IT şirkəti tərəfindən formalaşdırılıb və yalnız praktiki bilik və bacarıqlar deyil, eyni zamanda da onların gələcəkdə iş fəaliyyəti başlamaq üçün, karyeralarında ilk qədəm qoymaq üçün çox faydalı olacaq. So we're really proud to be here and to partner with IDDA for this program. We received over 1,100 applicants and accepted 123. And it's a program that is very hands-on and really designed to help people fast track and get a job in the technology sector. So basically we embedded AI in every curriculum. We prepared a course and a curriculum that it's very, very hands-on, whereby students will get a portfolio once they graduate, and that it's very essentially what companies want, that students have built real projects, right? Additionally, we'll connect students to different employers here in Azerbaijan and globally. Bu proqrama qoşulmaqda məqsədim həm biliklərimi artırmaq universitetdən əlavə, həm də dövlət dəstəkli proqramı idi. Dedim, həm də karyera yolunda daha yeni yollar açar mənim üçün. Buna görə qoşulmağa qərar verdim. Bu proqramda hədəflərim onlardır ki, tapşırıqları uğurla yerinə yetirmək və yaxşı bir developer olmaq. Və bitirəndən sonra da təbii ki, bunun mənim həm CV-mə daha peşəkar olmasını təmin etsin, həm də ki, texniki bacarıqlarımı artırmaq üçün qoşulmuşam. Özüm artıq bir ildən artıqdır ki, Java proqramlaşdırmaya məşğulam və bu proqrama qoşulmaqda əsas məqsədim real bilik və bacarıqlarımı artırmaq, praktikada özümü inkişaf elətdirmək və bu proqramın mənə qazandırdığı bilik və təcrübələrlə daha yaxşı yerlərə çatmaqdır.